Salam əziz abituriyentlər, əziz şagirdlər. Mən bu videoda sizə bədii üslub haqqında ən vacib məsələləri qeyd edəcəm. Buraxılış 11-ci sinif imtahanına düşən mətn tapşırıqları iki üslubda təqdim olunur. Bir publisistik üslubda, bir də bədii üslubda. Bədii üslubda düşən mətn tapşırığında bədii üslubun xarakteri xüsusiyyətlərini istəyirsə sizdən, bu qeyd etdiyim məsələləri yazmaqla tam bal əldə etmiş olarsınız. Bədii üslub haqqında ən vacib məsələlər hansılardır? Milli bədii təfəkkürün ifadə vasitəsidir, ən qədim üslubdur, obrazlıq, məcazlıq var, nəzm və nəsr forması var, sözün daha çox poetik funksiyasından istifadə edilir, bədii təsvir və ifadə vasitələrindən daha geniş istifadə olunur. Bu qeyd etdiyim məsələləri xarakteri xüsusiyyət olaraq bədii üslubda verilən mətndə, tapşırıqda yazsaz, tam bal əldə etmiş olarsınız. Bu tipli dərslərin qısa izahını istəyirsinizsə, kanalımıza abunə olun, bəyənib paylaşın.